Salam əziz dostlar, videoma xoş gəlmisiniz. Bu mənim ilk səsli videomdur. Ümid edirəm ki, yaxşı alınar. Bəyənsəniz davamında gələcəkdir. İlk öncəliklə videomuza keçək. Gördüyünüz kimi esporta aid burada rozetlər və kostyumlar var. Və mən bugün bu 4 kostyumdan birini almağı düşünürəm. Əslində burada 6 dənə olur. Sadəcə məndə ikisi əvvəlcədən olduğuna görə orada göstərmir. Birincisi dünya şampiyonu qastı. Bunların hamısını sizə effektləri ilə bərabər göstərəcəm. Yəni istəsəz siz də ala bilərsiniz. İkincisi isə burada sinirli taradır. Yəni bunları mən əvvəlcədən almışam. Bu gün isə yenidən gəlib. Mənim də bu gün 172 taşım olduğuna görə bunlardan birini alacağım. Yəni burada ən xoşladığım mənim Mortis ilə Otis'dir. Amma məndə baxın indi göstərəcəm sizə. Burada məndə Mortis'də Mecha Mortis var. Şeytan Mortis var, Şeytan Mortis. Bunun 3 rəngi olur. Məndə 2 rəngi var. Ümid edirəm ki, digər rənglərində çıxardaram. Gördüyünüz kimi burada Brawl Pass'lər var. Ona görə Mortis almağı düşünmürəm. Mortis'də nadir kostyum olmadığına görə onu alacağım. Gördüyünüz kimi kostyum yoxdur. Gəlin keçək onu alaq. Gördüyünüz kimi buradadır. Xeyirli olsun. Gəlin bunu yoxlayaq. Gördüyünüz kimi rozet və emojisini də verdi. Baxın. Öncəliklə bunu yerləşdirim. Məncə möhtəşəmdir. Gəlin ilk öncəliklə qasdan başlayaq. Sıra gedək. Bunda məndə indi 3 dənəsi oldu. İnşallah digər üçündə elmasım olduqca alacağım. Gəlin göstərim. Gördüyünüz kimi belə bir kubok atır. Gördüyünüz kimi kubok. Ultisini basana yəni normaldır. Yəni kostyumsuz halı ilə eynidir demək olar ki. Məsələn ultini atanda kral tacı atır və yerdə qalan ruh belə bir emoji kimi görsənir. Hiperli halı isə normaldır, yəni eyni qaydada qalır. Sadəcə hiper atanda şar kimi atır. Yəni kral tacı kimi atmır. İndi keçək Tara'ya. Gördüyünüz kimi Tara. Göstərəm onda sizə. Baxın belə bir effekti var. Ultisini atanda isə belə olur. Məncə bu da əladır, amma yəni bu aksesuar olan ruhu dəyişmir, yəni eyni qalır. Bir də ultini də doldurum ki, perli bərabər atma onda görün. Yəni hiperli yəni qasdaq kimi deyil. Bunda yəni skinsiz halı ilə eyni qalır. İndi isə son olaraq Otis'e keçək. Otis. Baxın. Yəni bunun belə xortum kimi olan ucunda belə bir kubok var. Atanır. Belə atır. 3 dənəli atır həmişə kimi. Yumru atır. Gördüyünüz kimi. Bunun atışlarını mən biraz Clancy'yə oxşadıram. Yəni Clancy'də də belə atır. Ultisi də belədir, baxın. Gördüyünüz kimi bir Star Drop şəkli var. Effekti də məncə pis deyil. Əladır. Gördüyünüz kimi rozeti. Və çıxaq artıq. Yəni gördüyünüz kimi videomuz bu qədər. Bugün esport kateqoriyasında olan Otis'in kostyumunu aldım. Effektləri ilə bərabər göstərdim. Ümid edirəm ki, videomuz xoşunuza gəlmişdir. Əgər səsli videomu bəyəndinizsə, davamda da belə videolar çəkəcəm. Sağ olun, özünüzə yaxşı baxın.